Ölkədə özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Məlumata görə layihə aidiyyatı qurumlarla razılaşdırma mərhələsindədir. Bunun pensiya alanlar üçün hansı üstünlükləri olacaq? Aytən Fehruza eşidək. Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Bununla vətəndaşlar iki mənbədən pensiya almaq imkanı qazanır. Çünki vətəndaş həm dövlət, həm özəl pensiya fonduna ödəniş edir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu pensiya alanlar üçün bəzi imkanlar yaradacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 200-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı qanunvericilik yeri əmək məcəlləsinə təkliflər hazırlanıb. Yeni qanunlardan biri də məhz qeyri-dövlət, yəni özəl pensiya fondlarının yaradılması ilə bağlıdır. Özəl pensiya fondlarının fəaliyyəti əksər inkişaf etmiş ölkələrdə var və özəl pensiya fondları vətəndaşlara iki mənbədən pensiya almaq imkanı yaradır. Nəticə etirilən vətəndaş həm dövlət, həm özəl pensiya fondu ödəniş edir. Bu da imkan verir ki, vətəndaşımızın pensiya yaşı tamam olan zaman yalnız dövlətdən deyil, həm də özəl pensiya fondundan pensiya almaq imkanına malik olsun. Məsələn, əgər vətəndaşımızın dövlətdən, yəni dövlət pensiya fondundan aldığı pensiya məbləği 600 manatdırsa, onun yığımların əsasında özəl pensiya fondundan 300 manat əlavə pensiya ala bilər. Bu halda vətəndaşımızın pensiya məbləği 600 manat deyil, 900 manat olur və nəticədə iki mənbədən pensiya almaq vətəndaşımızın pensiya məbləğinin artmasına gətirir. Vüqar Bayramov bildirir ki, xüsusən xarici praktika göstərir ki, özəl pensiya fondlarına yığılan kapitaldan daha tez istifadə edilməsi mümkündür. Bu kontekstdə bu da təbii ki, imkan verir ki, həmin və həm fonda yığılan kapitalın bir hissəsindən daha tez istifadə olunsun, bu da kapitaldan, pensiya kapitalına daha tez istifadəyə imkan yaradır. Eyni zamanda bu həm də imkan verir ki, pensiya fondunda yığılan vəsaitlər ya aylıq, ya müəyyən hissi ödənilsin. Yəni bu zaman artıq vətəndaş qarşılıq razılaşma əsasında vəsaitin ödənilməsi qrafikini müəyyənləşdirə bilir. Bu da təbii ki, pensiya fondundan daha səmərəli istifadə baxımından vacibdir. Qeyd edək ki, hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Aytən Fehruz, Xəzər xəbər.